Bugün də buraxılışımıza tükürpədici, dəhşət dolu bir xəbərlə başlayırıq. Bu dəfəki ailə dramı paytaxtda yaşanıb. Kişi barışmaq istədiyi keçmiş arvadının boğazını kəsərək qətlə yetirib. 22 yaşlı qadın xüsusi amansızlıqla öldürülüb. Hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. Qətlə yetirilən Aysel Cəlilova 2 ay əvvəl həyat yoldaşı Qobustan rayon sakini 23 yaşlı İsrail Cəlilovdan boşanıb və həmin vaxtdan Biləcəri qəsəbəsində atasının evində yaşayıb. Son bir ayda Cəlilov ailəsini bərpa etmək niyyətinə düşüb. Martın 29-da axşam saatlarında qaynatasının evinə gələrək həyat yoldaşı ilə barışmaq istədiyini bildirib. Qızın ailəsi oğlanın ailəsi ilə yaxın qohum olduğundan onu bağışlayıb və İsrail Cəlilovu evə buraxıblar. Axşam saat 23 radələrində keçmiş ərinin yanında olarkən Ayselin mobil telefonuna zəng gəlib. İsrail zəng edən şəxsin kim olduğunu və mobil telefonu hardan aldığını soruşanda isə qadın ona dəqiq bir söz deməyib. Elə zaborun üstündən bir nəfər tullandı, abratımda yenə qayıtdı. Sonra cebindəki telefon bu Rivasiyada zəng gəlirdi. Mən telefon verməmişim yoldaşıma bir günəcə. Soruşdum ki, telefon kimin telefonudur? Demədi. Götdü, atdı yerə. Sorum ki, yığdı, fikir verməm. Və ondan sonra mən də getdim, çay götdüm. Bundan əsəbləşən keçmiş ər həyat yoldaşını aldadaraq evin hamam otağına çağırıb. Qapını arxadan bağlayıb və mətbəxdən götürdüyü bıçaqla qadının boğazını bir neçə yerdən kəsərək qətlə yetirib. Hadisə zamanı mərhumun atası və qardaşı evdə olub. Həyat yoldaşını qətlə yetirən İsrail Cəlilov hamamda yuyunaraq evdən çıxıb və Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinə gedərək təslim olub. Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət işi başlanıb.